Salam dəyərli izləyicilər. Biz bugün funksiya mövzusunda qaldığımız yerdən davam edirik. Funksiya və qrafiklər. Birinci bölmə. Y bərabərdir kx plus b və y bərabərdir k bölünsün x funksiyalarının izahı. Əvvəlki mövzumuzda 25-ci sualda qalsaq, izah eləsəm də texniki səbəblərdən dolayı səs yazısı ora düşməyib. Ona görə yenidən izah edəcəm. Deməli, A parametrinin neçə tam qiymətində y bərabərdir 2ax plus 3a'nın kvadratı minus 14 funksiyasının qrafiki ordinat oxunun mənfi hissəsində kəsir. Əvvəla, daha aydın başa düşmək üçün funksiyanı köçürürük bura. Misalımızı daha doğrusu. Deməli, xətti tənlik kx plus b. X-in qarşısında duran məlumdur ki, k-dır. Deməli, bu olacaq k. Və qalan hissədə edəcək b. Ordinat oxunu nə zaman mənfi hissəsində kəsir? B sıfırdan kiçik olduqda biz onda bu ifadənin sıfırdan kiçik edəcəyik. A-nı mötərizə xaricinə çıxaranda 3a çıx 14. Deməli, bura 0, burada hər tərəfini 3-ə bölürəm. 14 3-ə böləndə 4 tam 3-də 2. 4-dən böyük bir qiymət verəndə, 5 verəndə müsbət, mənfi, müsbət alınacaq. İndi A parametrinin neçə tam qiyməti deyir bizə. O zaman bizə buradan çıxan ədədlər, tam ədədlər 1, 2, 3 və 4 olacaq. Cavabımız 4. Növbəti suala keçirik. Deməli, eyni tipdə deyil. M parametrinin hansı müsbət qiymətində bu sabit funksiya olar? Əvvəlki videoya da baxmışsınızsa əgər, orada bu tip bir misal izah etmişəm. Deməli, sabit funksiyada uyğun əmsalların nisbəti bir-birinə bərabərdir. Yəni, m bölünsün 4 bərabərdir 9 bölünsün m. Çarpaz bir-birinə vururuq. M-in kvadratı bərabərdir 36. M də bərabərdir plus minus 6. Yəni, həm müsbət qiymətində, həm mənfi qiymətində. Amma bizə nəyi soruşur? Müsbət qiymətində. Müsbət qiymətində də olduğundan biz mənfi 6-nı yox, sadəcə 6-nı götürəcəyik. 27-ci suala baxırıq. Düz xətlər üçün uyğunluğu müəyyən edin. Birinci, deməli 2x plus 3y bərabərdir 5. Buradan biz normal funksiya halına gətirmək üçün 3y bərabərdir mənfi 2x plus 5. Y də bərabərdir mənfi 3-də 2. Çünki hər tərəfini 3-ə bölürük. Gəl 5 bölünsün 3. Deməli, qrafiki koordinat başlanğıcından keçir. Xeyr, koordinat başlanğıcından keçən zaman y bərabərdir kx şərtini ödəməlidir. Bucaq əmsalı mənfi 1,5-ə bərabərdir. Deməli, k-mızın yerində dayanıb. Üzr istəyirəm, bu alınmır. 2-də 1 kimi nəzərdə tutdum. 3-də 2, 2-ni 3-ə böləndə mənfi 1,5 eləmir. Qrafiki 1-1 nöqtəsindən keçir. 1 qoyuruq, bura x-in yerinə 1 qoyuruq. 3-də 2, 3-də 2-in üstünə 3-də 5 gələndə, bəli, bu ödəyir. Yəni, yerinə də qoyub yoxlasaq, mənfi 3-də 2 vur 1 elə. 3-də 2 edəcək mənfisinə, o da bərabər 3-də 5-dən 3-də 2 çıxan 3-də 3, o da 1. Deməli, bu birinciyə C variantı uyğun gəlir. Absis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirir. Burada mənfi 135 dərəcə olmaq üçün k-mızın əvvəla 0-dan kiçik olması lazımdır.
və k-mızın -1 olması lazımdır. Sonra keçirik ikinciyə. Deməli, yenə eyni qayda ilə 3y gətiririk əvvələ. -3x çıx 1, y bərabərdir. -1 çıxılsın, -1x çıxılsın. Hər tərəfini 3-ə bölürük çünki. Deməli, qrafik koordinat başlanğıcından keçmir. Bucaq əmsalı -1,5-ə bərabər deyil. Sonra qrafik 1,1 nöqtəsindən keçmir. Bu artıq C variantını biz yazmışıq. Absis oxu müsbət istiqaməti ilə bəli, burada gördüyünüz kimi k-mız -0-dan kiçikdir, yəni -1-ə bərabərdir. -1 qiymətində tangens 135 dərəcə olanda alır. Ona görə D variantı doğrudur, uyğun gəlir. Və qrafiki -1 yerinə qoyanda -1-i -1-ə vuranda edir 1. 1-dən də 3,1-də 1 çıxanda bəli, 3-də 2 demək ikinciyə uyğun gələn variant D variantıdır. Keçirik üçüncüyə. Yenə 2y qalır. 0-dan keçəndə -3x, y də bərabərdir. -3/2x. Yəni qeyd etdiyimiz kimi y bərabərdir kx qrafiki koordinat başlanğıcından keçir. Ona görə bu da koordinat başlanğıcından keçəcək A variantına uyğundur. Və bucaq əmsalı nəyə bərabərdir? 3-ü 2-yə böləndə edir -1,5. Həm də B variantı uyğun gəlir. Yəni k bərabərdir -3-də 2, o da bərabərdir -1,5. Keçirik növbəti suala. 28-ci sual. 28-ci sual əslində bura qədər yazılmış funksiyanın bir növ təkrarı kimidir. Birinci birə baxırıq. Bunun üçün əvvəla 3 funksiya çəkək. Daha aydın başa düşmək üçün. Elə əlimizdə çəksək daha yaxşı olacaq. Deməli, 28 birinci funksiyamız, ikinci funksiya və üçüncü funksiya. Birincidə k da böyükdür 0-dan, b də böyükdür 0-dan. Qeyd etdiyimiz kimi b bucaq y kəsən xətt olduğu üçün buradan keçəcək. K da müsbət bucaq əmələ gətirməlidir, əgər 0-dan böyükdürsə. Deməli, burada b də 0-dan böyükdür, k da 0-dan böyükdür. O zaman hansı rüblərdən keçir? Bu birinci rübdür, bu 2, 3 və 4-cü rüb. Deməli, bir hissəsi düşür birinci rübə, ikinci rübə və üçüncü rübə. Deməli, 1, 2, 3 rüblərdən keçir. Bura B variantı uyğun gəlir. Absis oxu müsbət istiqaməti ilə kör bucaq deyir Y variantında. Halbuki, diqqətlə baxsaq, bu iti bucaqdır. İkinciyə baxırıq. Deməli, k 0-dan kiçikdir. Deməli, kör bucaq əmələ gətirəcək. B də 0-dan kiçikdir. K da 0-dan kiçikdirsə, B də 0-dan kiçikdirsə, aşağıdan keçəcək və kör bucaq əmələ gətirərək absis oxu ilə müsbət istiqamətdə kör bucaq əmələ gətirir. Deməli, hansı rüblərdən keçəcək o zaman? 2, 3 və 4-cü rüblərdən keçəcək. Deməli, ikinciyə D variantı. Sonra absis oxu müsbət istiqamətdə kör bucaq əmələ gətirir və Y variantı. Gəlirik üçüncüyə. K 1-dir, B 0-dır. Deməli, K-mız 1-dirsə, burada ətrafı yazaq. K bərabərdir 1. K-mızın özün eyni zamanda tangens alfa olduğunu bilirik. Tangens alfa nə zaman bir qiymətini alır? Tangens 45 dərəcə və müsbət istiqamətdə deyirsə, o koordinat başlanğıcına keçəcək. Çünki B-miz yoxdur artıq. Və burada olacaq 45 dərəcə. Hansı rüblərdən keçir? Birinci və
üçüncü rüblərdən keçəcək. Üçüncü A variantı. Belə. Növbəti suala baxırıq. 29. Yenə daha ətraflı başa düşmək üçün 3 funksiya seçək. Birincidə nə deyir? K sıfırdan kiçikdir, B sıfırdan böyükdür. Deməli, B sıfırdan böyükdürsə, bu hissələr müsbət olduğundan buradan keçəcək. Yəni, yuxarıdan keçəcək. Amma K'mız da sıfırdan kiçik olduğu üçün 135 dərəcə tutaq ki deyirəm. Yəni, çorbucaq əmələ gətirəcək. Bu olacaq çorbucaq. Belə olduğu təqdirdə hansı rüblərdən keçir? Birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb desək, bir hissəsi düşəcək birinci rübə, bir hissəsi ikinci rübə, bir hissəsi də dördüncü rübə. Deməli, 1, 2 və dördüncü rüb. Burada birinci D variantı. Absis oxu ilə də çorbucaq əmələ gətirir. Y variantı uyğun deyil. İkinciyə baxırıq. K sıfırdan böyükdür. B sıfırdan kiçikdir. B sıfırdan kiçikdirsə, deməli, xətt aşağıdan keçəcək. K da böyükdürsə, absis oxu ilə iti bucaq əmələ gətirəcək. İndi hansı rüblərdən keçəcək? Deməli, birinci rüb, dördüncü rüb və üçüncü rüb. İkincidə də 1, 3, 4-cü rüblərdən A variantı və absis oxu ilə müsbət istiqamət əmələ gətirirsə, bucaq daha doğrusu əmələ gətirirsə, Y variantı götürürük. Üçüncüdə baxırıq. K bərabərdir -1. Bunu əzbər bilsək yaxşı olar. Yəni, K bərabərdir -1-dirsə, tangens 135 dərəcədə -1 qiymət alır. Bu da çorbucaq olduğunu göstərir. B-miz sıfırdırsa, deməli, bu koordinat başlanğıcından keçəcək və çorbucaq əmələ gətirir. Və özdə 135 dərəcə. Deməli, hansı rüblərdən keçəcək? İkinci rüb və keçidi üçüncü, daha doğrusu dördüncü rüb. 2 və dördüncü rüblərdən keçir. Eyni zamanda da onun ən bölənidir B variantı. 135 dərəcə əslində burada 45 dərəcə əmələ gətirir. Belə 45, o da 90 yarısı olduğundan ən bölən alınır. 9-cu suala baxırıq. Havuzu doldurmaq üçün istifadə edilən A kranını boşaltmaq üçün isə istifadə edilən B kranına axan suyun həcminin zamandan asılılıq zaman x-la göstərilir. Görürsünüz ki, absis oxunda hər iki kran eyni zamanda açılaraq 8 saat açıq qalarsa 8 saat həcmi 50 kubmetr olan. Deməli, biz burada əvvəla K-nın artıq nə olduğunu bilirik. K bərabərdir Y oxunun 18-in X-a nisbəti 2-yə. K birinci K-nı götürək. Yəni A nöqtəsi. B-də isə deməli 15-in olan nisbəti. Bura 9 eləyir və neçə saat ərzində qədər 1 saatda 9 A, bu da 1 saatda 5. Və burada nəyə diqqət edirik? 8 saat deyir, açıq qalarsa. Bunun üçün elə biz funksiyadan istifadə eləsək daha yaxşı başa düşərik. Deməli, Y bərabərdir Kx plus B. Burada biz B-miz görürük ki, koordinat başlanğıcından keçdiyindən B-nin artıq 0 olduğunu bilirik. Kx. K-mız da bərabərdir Y bölünsün X. Və Y 1
burada nəyə bərabər olacaq? 18'in 2'ye olan nisbəti 18 bölü 2x. Y içimiz də deməli 15 bölü 100x. 9x edir. Bu isə 5x edir. Deməli A kranını doldurmaq üçün A kranından istifadə olunur və boşaltmaq üçün B kranından istifadə olunur. Bu zaman 9x-dan 5x çıxırıq, edir 4x. Bu 1 saat ərzində söhbət gedir. Və bizə deyir ki, 8 saat açıq qalarsa, biri doldurur, biri boşaldırsa, deməli 8 saat açıq qalsa, 4x vururuq 8-ə, alınan nəticə 32x edir. 32 edir. Və sonra deyir ki, 50 kubmetr olan boş hovuz neçə faizi su ilə dolar. Belə olanda da məxrəcə yazırıq 50, sürətdə 32. Çünki 50 ümumi dolan 32-dir və 50 o zaman məxrəcə yazmalıyıq. Boş hovuzu neçə faizi su ilə dolu olduğunu soruşur deyə. Vururuq 100'ə. O da edir 64 faiz. Növbəti suala keçirik. Deməli, A-nın hansı qiymətində bu funksiyanın qrafiki yalnız 1 və 2-ci rüblərdən keçər? Birinci və ikinci rüblərdən keçməsi üçün, yəni bu birinci rüb, bu isə ikinci rüb. Birinci və ikinci rüblərdən keçməsi üçün funksiyamız, biz yəni xəttimizi belə çəkə bilərik. Əvvəla bunu daha yaxşı başa düşmək üçün belə deyək. Birinci, ikinci rüb deyəndə, məsələn, bəzən şagirdlər belə çəkdikləri olur. Biz bilirik ki, düz xətt sonsuz olduğundan dolayı onda sonda keçmə ola bilir. O səbəbdən sadəcə paralel çəkmək daha məsləhətlidir və çəkmək lazımdır. Və bilirik ki, Y-i kəsən hissə düz burada B olacaq. İndi bizdən nəyi soruşurdu? A-nın hansı qiymətində? Fx bərabərdir A-nın kvadratı çox 10A üstəgəl 16 x plus 9 çıxılsın A-nın kvadratı. Və B-nin müsbət qiyməti istəyir. Yəni B sıfırdan böyük olsun. Əvvəla biz bu hissəni funksiyada, yəni y bərabərdir kx plus b funksiyasına əsasən bu hissənin k olduğunu gördük. Və k-mız da burada sıfıra bərabərdir. Sıfıra bərabər olduğundan dolayı biz bunu bu formada vuruqlara ayıra bilirik. A çıx 8 A plus 2. Və bu hissədə funksiyaya əsasən B olduğunu artıq ki bilirik. Çıxsın A-nın kvadratı. Deməli, A-mız 8 və 2 edir. İndi yerinə qoysaq. 9 çıxılsın 8-in kvadratı. Bu zaman bura B-də axı. 9 çıx 8-in kvadratı olanda B-in bu ifadə sıfırdan kiçik olduğundan bizim şərtimiz ödəmir. Ancaq A-ya biz 2 verəndə 9 çıxılsın 4, 5 edir. Bu isə sıfırdan böyük olduğundan dolayı bizim şərtimizi ödəyir. Deməli, A-nın hansı qiyməti deyəndə A-nın 2 qiymətini biz götürürük. Növbəti sualda eyni tipdə sual. Deməli, lövhəmizi təmizləyirik. Fx A-nın kvadratı çox 8A üstəgəl 15x üstəgəl A-nın kvadratı çox 16. Eyni qayda ilə
bu hissənin artıq K olduğunu bildik. Və burada 3-cü, 4-cü rublərdən keçir deyirsə, paralel xətti aşağıdan çəkirik B. Bu hissəyə düşür və yenə K-mız 0-dir. Burada deməli B'dir. Deməli və bunu biz K-nı bu formada vuruqlara ayırsaq, y bərabərdir. A çıxı 5 vurulsun. A çıxılsın 3. Gəl A-nın kvadratı çıx 16. Buradan bizim qiymətlər A 3 edir və A 5 edir. Yəni K 0 olmalıdır ki, B-miz paralel xətt boyu gedə bilsin. Amma B-nin özü də A-nın hansı qiymətində, yəni B 3-cü, 4-cü rublərdən keçmək üçün 0-dan kiçik olmalıdır. Gətiririk, onda qoyuruq bura. Bir dəfə 3 qoyuruq. 3 qoyanda 9 çıxılsın 16 0-dan kiçik edir. 5 qoyanda da 25 çıxılsın 16. Bu isə 0-dan böyük olur. Deməli, bu ifadə ödədiyindən A-nın hansı qiymətində olur cavabımız? A-nın 3 qiymətində. 30-cu suala baxırıq. 30-cu sual. Əvvəl funksiyanı qeyd edək bura. Bu funksiya bizə nə deyir? Deməli, x, y bərabərdir k, x plus b. İti bucaq olduğundan k-mız 0-dan böyükdür və b də bu hissəyə düşdüyündən b-miz də 0-dan böyükdür. Funksiyanın qrafikində n parametrini ala biləcək tam qiymətlərinin cəmi. Və bizim də funksiyamız belədir. Y bərabərdir 4n kvadrat bölü 12 2-dir. X plus 10n çıx n kvadratı çıx 16. Buradan məlum olur ki, x-in qabağında duran nədir? K. Yəni və b də x olmayan ifadədir. Hər ikisi deməli necə olmalıdır? 0-dan böyük olmalıdır. Səliqə ilə köçürsək, 4m çıx n-in kvadratı üstə gəl 12 böyükdür. Buradan m-in kvadratı plus 4 yerlərini dəyişirik. Vuruqları ayıra bilmək üçün böyükdür 0-dan. M-in kvadratı çıx 4m çıx 12 kiçikdir 0-dan. Hər tərəfini mənfiyə vururuq. M çıx 6 və M plus 2 olacaq. Vuruqları ayırsaq. Bu da 0-dan kiçikdir. Sonra bunun üçün əvvəla bərabərsizliyimizi yazaq bura. Deməli, -2 və 6. 6-dan böyük qiymət versək, 6-dan böyük qiymət versək, ifadənin qiyməti böyük ədədə olunur. Kiçik versək, mənfi olur və sonra yenə. İndi isə B-ni bir dəfə yoxlayaq. B də deməli 10 m çıx n-in kvadratı çıx 16. Bu da 0-dan böyükdür. Mənfi n-in kvadratı üstə gəl 10n 16 böyükdür 0-dan. Hər tərəfini mənfi 1-ə vursaq. Mənfi 16 kiçikdir 0-dan. Vuruqları ayıranda m çıx 2, m çıx 8 edəcək. Kiçikdir 0-dan. Gətirib bura 2 ilə 8-i yerləşdiririk. Eləmizdə öncün bir şey başa düşmək üçün bura olsun 2, burada olsun 8. Və 8-dən böyük bir ədəd verəndə bura edəcək müsbət, bu hissə mənfi, burada müsbət.
Biz onda 2 ilə 6-nın kəsişdiyi nöqtələri götürməliyik. Yəni bu hissələri götürəcəyik. 2, 6. Çünki hər iki şərt ödənməlidir. M-in də ala biləcəyi qiymətlərin cəmini. M də buradan alır 3, 4, 5. O da bərabər edir 12. Keçirik növbəti sualımıza. 34-cü sual. Bu funksiyada deməli f 3x çox 5 plus f 2x plus 3 bərabər 15x deyil 12. Bizdən nəyi soruşur? F5-i deyil hesablayın. Əvvəla funksiyamız fx bərabərdir kx deyil b. Bir dəfə x-in yerinə bu 3x çıxıb 5-i qoyacaq. Bir dəfə də 2x deyil 3-ü qoyacaq. Onda k vurulsun 3x çıxıb 5 deyil b deyilsin. Digər funksiyada yenə k vurulsun 2x deyil 3 plus b bərabər 15x deyil 12. Buradan bu edir 6. Daha doğrusu k'nın 3x'də vuranda 3 kx çıxılsın 5k deyil b deyil 2 kx deyil 3k deyil b bərabərdir 15x deyil 12. 3kx'ın üstə 2kx gələndə edir 5kx çıxılsın 5k deyil b'lərimizi yazırıq 2b bərabərdir 15x deyil 12. Və burada bərabərlikdir. X-in qarşısında duran ədədlərin bərabər olduğunu biz artıq əvvəlki dərslərdən bilirik. Deməli, bu hissələri bərabərləşdirsək, yəni 5kx bərabərdir 15x. X-lar buradan ixtisar getsə 5k bərabərdir 15, k da bərabərdir 3. K'nın 3 olduğunu bilirik. Burada qaldı 12 və mənfi 5k üstəgəl 2b. Belə olduğu təqdirdə biz bu ifadələri bərabərləşdiririk. Mənfi 5k üstəgəl 2b bərabərdir 12. K'nın yerinə 3 qoyanda 15 mənfi 15 üstəgəl 2b bərabərdir 12. 2b bərabərdir 12-nin üstü bu tərəfə keçirəndə haradasa deyirsən bir texniki səhvimiz oldu. Biz deməli burada 3k'nı yazmamışıq. 3k'nın üstəki bura 2k edir. Mənfi 2k. Bu hissələri bir dənə pozaq. Ya da bu hissələri pozaq. Bəzən yorulmaqdan texniki səhv ola bilir. Biz müəllimlər də təəssüf ki. Mənfi 2k üstəgəl 2b bərabərdir 12. Və mənfi 2k'dan da k'mızın neçə olduğunu bildik. Buradan k'mızın 3 olduğunu bildik. Mənfi 2-ni 3'ə vuranda mənfi 6 üstəgəl 2b bərabərdir 12. Mənfi 6-nı o tərəfə keçirəndə 2b bərabərdir 18. B-miz də edir 9. Bizə deyir ki, F5 soruşur. Əvvəla bizim funksiyamız belə alındı. K'mız 3'dür, B-miz isə 9'dur.
Y bərabərdir kx, yəni 3x plus b, b'miz də 9'dur. Bura 9 yazırıq. Və f5 qiymətində də x-in yerinə 5 qoyuruq. 3 dəfə 5, 15 plus 9, o da edir 24. Keçirik. Əslində bizə geniş lövhə lazım olacaq deyə belə təmizləyək. Sualımız bir çox şagirdlər üçün çətinlik çəksə də əslində maraqlı sualdır. Deməli, bura y, burada x. Bunları biraz səliqələşdirək bunları. Bir düz xətt əksi. Və buradan da bir-birinə perpendikulyar olan iki düz xətt çəkirik. Çünki bu biraz çətinlik çəkilən misal olduğu üçün problem yaşamağımızı istəmirəm. Hardasa belə. Deməli, bura A 4, 4'dür. Bura mənfi 2'dirsə, mənfi 2 y-də 0'dır. Mənfi 2. Bura L1, bura L2. X, bura Y. Oxları da koordinat başlanğıcı. L1 və L2 düz xəttləri qarşılıqlı perpendikulyar olarsa, L2 düz xəttini tapın. Əvvəla burada biz bilirik ki, k-mız nəyə bərabərdir? Y2 çıx Y1 bölünsün x2 çıx x1. Y2 4 və 0. Yazırıq. 4 çıx 0. X2 edir 4 çıx mənfi 2. Bu da 6'da 4. Onda x eləsək 3'də 2 alınacaq. Sonra biz tənliyimizi qursaq, L1'ə əsasən y bərabərdir k, x, yəni 3'də 2x plus b. Digər məsələ, L1 və L2 xəttləri perpendikulyardırsa, k1 ilə k2'nin hasili mənfi 1'ə bərabərdir. Bu yadda saxlanmalıdır. Belə onda perpendikulyar olur. Paralel olsa k1 və k2 bir-birinə bərabər olmalıdır ki, bunlar da paralel ola. Deməli, k1'imiz buradan, k1'imiz bu misala əsasən 3'də 2'dir. k2'miz neçəyə bərabər olacaq? Burada gətirib yerinə qoyuruq. 3'də 2 vurulsun k2 bərabərdir mənfi 1. k2'miz də bərabərdir mənfi 2'də 3. Deməli, L2'nin tənliyini qursaq, y bərabərdir mənfi 2'də 3 plus b. Bəs biz b-ni necə tapırıq? Burada x-imiz 4'dür, y-imiz 4'dür. Gətirib yerinə qoyuruq. Yəni 4 bərabərdir mənfi 2'də 3. Burada x olmalıdır, vurulsun 4 plus b. 2, 4 bərabərdir mənfi 6 plus b. B-miz də bərabərdir. Deməli, 2. Tənliyimizdə qurmalı olsaq, L2'yə. Y bərabərdir kx, yəni mənfi 2'də 3 plus b-miz də neçədir? X
Dəcəl 2. Yoxlar, üzürlü sayım. Burada B'miz o nedir? O da 10. Yəni bu tərəfə keçirəndə B'miz 10 etməlidir. Belə salamat qalın uşaqlar. Növbəti videolarımızda görüşərik inşallah. Kanalı dəstəkləməyi, abunə olmağı da